Marneuli mərkəzi bazarında Məhərrəm ayının 8-ci günü ilə bağlı geniş miqyaslı ehsan paylanılıb. Hər il olduğu kimi bu ildə Məhərrəm ayının 8-ci günü münasibəti ilə səhər saatlarında Marneuli şəhərinin mərkəzi bazarında geniş miqyaslı ehsan aksiyası təşkil olunub. İmam Hüseyn əleyhissalam və Kərbəla şəhidlərinin xatirəsinə həsr olunan xeyriyyə aksiyası Marneuli İmam Əli Xeyriyyə Fondunun və Ümumi Gürcüstan müsəlmanlarının Ali Dini İdarəsinin təşkilatçılığı, eləcə də xeyirxah insanların dəstəyi ilə həyata keçirilib. Aksiya çərçivəsində 1000-dən çox şişə çəkilmiş toyuq kababı ehsan olaraq sakinlərə təqdim olunub. Bununla yanaşı salat, çörək, su, şirniyyat və meyvə şirələrdə paylanılıb. Ehsan paylanışı zamanı izdiham müşahidə olunub. Aksiya yerli sakinlər tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanıb. Allah kabul eylesin. Qardaşlara her şey de verirler. Bu günü her şey. Allah kabul eylesin. Sağ olun. Allah kabul etsin. İmamların da değerlendirmeyen de kimlere değerlendirecekleri. Allah kazançlarını artık eylesin. Her gün teşkil edin. Allah kabul eylesin. Sağ olsun kardeşler. Olsun ağrılar. İnsanın doların da. Həzrəti İmam Əli Xeyriyyə Fondunun rəhbəri Hacı Amil Xəlilov bildirib ki, Məhərrəm ayının 8-ci günü münasibəti ilə Marneuli bazarında təşkil olunan bu ehsan aksiyası artıq 15 ildir davam edir və bundan sonra da ənənə olaraq davam etdiriləcək. Bəli, düz təqribən 15 ilə yaxındır ki, biz ilk kərə bu ehsan süfrəsini bazarın arxasında təşkil elədik. Allah'ın köməkliyi əmr edici inayəti ilə. Davam edirik də ölənə qədər də Allah'ın köməyi ilə bu davam olacaq. Hər kim Hüseynə məhəbbəti var, Hüseynə tərəfdarıdır. Maddi və mənəvi ölənə qədər bu yoldan ayrılmaz. Adam sayı təqribi 1200-1300 belə. Biz Məhərrəmin ilk günündən ehsan süfrəsi qurulub. Sadəcə olaraq əvvəl 7 günü halvadır, şirniyyat belə şeylərdir. 8-ci gün geniş izdihamlı şəkildə kəhamlar veririk, kebabdır məsələn.